Mən elə ki bilirsiniz, 1322-də Məraanın yaxınlığında Vərövdə rəhmətli Səhəndin kəndində doğulmuşam. Bizdən xiyal eləməyəsiniz ki, mən elə anadan şair doğulmuşam və müstənəd eləməyəm sözüm ki, deyəm, məsələn, bacım deyərdi ki, sən ağlayanda da ritmik ağlaydın, əfail əruzi ilə. Mən yox, anadan şair doğulmamışam. Mənə başdan talanmışlar, dedi, dinmə, danışmaz ol. Yananda yaş odun tək, yananda yaş odun tək, tüstü sal, yanma, alışmaz ol. Yanaram, tüstü məmma, göz çıxatmaz, söylədim, billah. Dediler onda varlıq dəftərim bağla barışmaz o. Yeryüzünü güler yüze həsrət koyan ağ evlilər. Hiç bilirsiniz sizdə olan əsləhəyə malik olsam neylərəm mən? Mən onların qarınların barıtla doldurmaram. Maşasına toxunanda gözlərində ölüm şaxsın. Yeryüzünün acılarını doyurmağa qarınların çürəcinə dolduraram. O diğerine çürək səpsin. Sizdə olan ölüm güçlü təyyarələr mənim olsa, ona minib ölkələrə vay xəbərin daşımaram. Onlarla mən ildə bir yol et dadmayan uşaqlara et getirirəm. Sizdə olan qüvvələrə malik olsam, haray səsin sinələrdə boğmaram mən. Səs getirirəm, dil kəsmərəm, dil olaram, dilsizləri danışdırıram, gülüşləri dodaqlarla barışdırıram. Bu naxoşluq bahis oldu ki, mən noktada bir fikrə düşəm, bəlkə bu ölüm səfər olaydı. Onda bir belə mətləb, 20.000 səhifə mətləb yazmışdım mən. Bunlar oxuya bilməyəcək, heç kim oxuya bilməz. Gördüm, bəzən özüm də oxuya bilmirəm. Onları başlamışam bu 5 ilin ərzində paşnövis eləmişəm. Açarlarda. İşlər bancı qədim işdi. Vəli, əgər ölüm səfəri olsaydı, onlar hamısı ölmüşdülər. Bundan xoşluqda bunların 17 cildi kitab çıxıbdı. Bu naxoşluğun məhsuludur. Vağən adam görür bəzən, adamın çox zat xeyrini olur. Elə bu naxoşluq mənim xeyrim olmasaydı, hətmən, yəni birdən qafilgir ölüm gəlsəydi, bunların hamısı aşqal qabına atılmalıydı. Heç kim oxuya bilməzdi. Belə də oğluna xoşladıq. Əlhəmdülillah, indi gəlir. Usta Şəhriyar rəhmətli dedi. Dünən gecə mənə cinlər sırıq çəkdilər. Sırtığıdım mən, sırığım çıxmadı. Mən də o sırtıqlardanam ki, hələ sırığım çıxmır. Yerde zulüm var güneşim, nahak ölüm var güneşim. Buğdalarım zalım alıp elde kalıptı küleşim. Yerde zulüm var güneşim, nahak ölüm var güneşim. Rahat gezir goduzganlar,
resaletimdir güleşim. Sizde olan buldozerler benim olsa, baş yürekli, soyukkanlı duvarları aşıraram. Daha bir de iki kardeş arasını kesemmesin. Dağ kurşunla körpelerin ağzından emziklerin saldırmaram. Tüfengime emzik saçıp körpelerin boş ağzına dadlı dadlı, süt kokulu, ana yiyili emzik veririm. Düşüncenin ocağını bozaltmaram sizin gibi. Sönülmeyen ocak olaram, muşar olup cehaletin rişesini yeryüzünden keserem ben. Allah bilir sizde olan kuvvelere malik olsam ne eylerim ben, ne eylerim ben. Yerde zulüm var güneşim, nahak ölüm var güneşim. Arzumuz ki genç olmaya, gözler yaşlı olmaya, hamı öz hakkına çata. Yerde zulüm var güneşim, nahak ölüm var güneşim. Rahat gezir goluzganlar, resaletimdir güleşim. Yerde zulüm var güneşim, nahak